Ya Allah, salam. Hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz, havalar soyuyur, Allahın köməkliyi ilə. İsti ev lazımdır, isti həyət lazımdır. Sizə bir dənə gözəl, qəşəng, böyük bir ailənin yaşaya biləcəyi 2 mərtəbəli bir ev təqdim eləməyə gəlmişik. Elvinlə birlikdə çox gözəl hava var. Evin yerləşmə yeri o qədər qəşəngdir ki, o qədər gözəldir ki, tam rahat. Ziyarətgahdan aşağı düşəndə sağda Oba market var. Oba marketin arxasından 200 metrlik məsafədə bu ev yerləşir, tam mərkəzdə. Ümumi olaraq torpağın sahəsi 500 kvadrat, 5 sotdur. Evin sahəsi isə, yaşayış sahəsi 250 kvadratdır. İkinci mərtəbədə 4 yataq otağı, 3 sanitar qovşağı var. Necə? 2 dənə ön hissəyə baxan yataq otaqlarının ikisinin də özünün sanitar qovşağı var. Bir dənə mərkəzdə sanitar qovşağı var. 2 dənə də arxaya baxan yataq otağı var. Düşdük birinci mərtəbəyə. Birinci mərtəbədə mətbəx otağıdır, qonaq otağıdır. Qonaq otağının arxasında yataq otağı yerləşir bir dənə. Tam mərkəzdə ümumi sanitar qovşağı, bir dənə də çamaşırxana var. Bu o deməkdir ki, ev 6 otaqdan ibarətdir. 250 kvadrat, 6 otaq, 5 sot. Evin yan hissəsində görünür orada. Həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı, bir dənə də texniki otaq. İkisi birlikdə. Üzr istəyirəm. Avtomatik olaraq darvaza. Putla təchiz olunmuş darvaza, piyada keçid qapısı. Bir maşın tam olaraq, sərbəst olaraq burada qarajın altında dayana bilər. Palçıq olmayacaq, yağış olmayacaq, külək olmayacaq, dəyməyəcək. İsti. Yəni maşının da yeri isti olacaq. İnşallah. Ondan əlavə olaraq həyət maşallah genişdir. Düz evin qarşısına kimi maşın gedə bilər. Yaşıllıq tərəf, bu tərəfdə də yaşıllıq var. Evin sol tərəfində də yaşıllıq var. Qonaq otağının qarşısında 4 metrənin 7 metrə olan filtrli hovuz, baş tərəfində şəlaləsi, bir də ki evin görürsünüz ön hissəsində eyvanı var. Bütöv olaraq çox gözəl yerdə yerləşir. Bir daha söyləyirəm. Sol tərəfdə söhbətgah inşa olunub. Üstü bağlıdır söhbətgahın. Daxilində mətbəx mebeli yığılıb, su hövzəsi qoşulub, qaz sobası bilmirəm o nədir, açacam indi. Qaz sobası qoyulub, manqal və mebellər yığılıb, isti döşəmədir. Burada hovuzun bütün filtrxanası, hovuzun filtrxanası və həyətin su anbarı orada yerləşir. Bunu bir dənə maraqlı gəldi mənə. Bu nədir? Ay Elvin. Bu su quyusu, həyətin su quyusu, artizan quyu, yerin altından çıxan quyu, motoru falanı hamısı var. Qəşəng də börülərin yığıblar, çınqıl daşlarla qəşəng də düzəldirlər. Bu ev tınıldan deyirəm, xoşuma gəldi. Niyə? Həm çox otaqları var, həm də həyət maşallah genişdir, qəşəngdir. Həm hovuzu, həm söhbətgahı, həm qarajı. Evin özü maşallah qəşəng, özüllü tikilib. Qabırsında buradan düz bura qədər verandası var. Ümumi giriş hissəsi bağlıdır. Torpağın da evində kupçası var. Qiymət isə start olaraq, başlanğıc olaraq 375 min manatdır. Yəni keçək evin daxilinə. Hündürlüyü ya maşallah qəşəngdir. Evin bütöv olaraq ən yaxşı bir şeydir. Dəhliz geniş olmağı, işıqlı olmağı evin girişində adamı alır. Yəni, tramvay qucaqlayır da insanı evə girən kimi, həyətə girən kimi və yaxud da əsas giriş hissələrdir. Evin qarşısı, orada da dolab yığmaq olar. Əlavə olaraq burada da sağda və solda kim istəsə, sağda burada damafon falan var, solda da yığmaq olar. Burada dəhlizdə bəzənmə stolu var, altı dolabdır. Sonra bunun arxasında qonaq otağıdır, geniş bir 35 kvadrat olar qonaq otağı. Qonaq otağının görüntüsü birbaşa həyətə, hovuza, söhbətgahadır. Bu pərdələri də maşallah o qədər qoyurlar ki, yenilir, çıxarıb göstərmək olmur. Ev bütöv olaraq isti döşəməklə təmir olunub. Bir daha söyləyirəm, tam yaşayış üçün hazır olan bu ev bugünkü gündə satışa bizi tərəfindən sizə təklif olunur. Birinci mərtəbədə yerləşən yataq otağı, pilləkənin altında qəşəng gelirsən, dolab elirsən, ora nəsə yığmaq üçün gələcəyinə. Çamaşırxananın, geniş işıqlı çamaşırxanada qəşəngdir, genişdir özü. Nə istəsin, burada istifadə olunur. Traktor qoyulub, su, qaz, su deyirəm, kanalizasiya xətti çəkilib.
tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Bu da birinci mərtəbədə sonuncu otaq, yəni ki, mətbəx otağıdır. Mətbəx otağında da maşallah hər şey qoyulub, hər şey yerli yerində. Burada da birinci mərtəbədə kiçik bir eyvan. Buna nə deyirlər? Bu üstündə balkon, Azərbaycan dilində eyvan. Getdik ikinci mərtəbəyə. İkinci mərtəbədə sizə 4 yataq otağı, 3 sanitar qovşağı və eyvan təqdim edəcəm. Bir daha söyləyirəm, qiymət 375.000 manatdır. Gəl, keç, çıx ikinci mərtəbəyə. Pilləkən qəfəsinə bax, çox qəşəngdir pilləkən qəfəsi. Maşallah, tam da mərtəbə kimidir. Yəni, otaqlarda var bəzi yerlərdə mansard tipli, amma görürsən, pilləkən qəfəsi tam mərtəbədir. Dəhliz özü tam mərtəbədir. Bütöv olaraq mərkəzi tam mərtəbə sayılır. Çünki düzdür. Düz damda özü hündürlüyü də maşallah yaxşıdır, var. Pilləkənlə qalxan kimi dəhliz və dəhlizdən keçirik birinci yataq otağına. İkinci mərtəbədə olan ikinci yataq otağı. İkinci mərtəbənin ümumi sanitar qovşağı. İkinci mərtəbədə yerləşən üçüncü yataq otağı. Qarşısında kiçik bir eyvan. Baxın, belə bir kiçik bir eyvan var. Pəncərəsi ciftlidir. Həm pəncərə kimi, həm qapı kimi istifadə olunur və daxilində sanitar qovşağı. Genişdir, o hamısı da genişdir, qəşəngdir. Bir daha söyləyirəm, tam böyük bir ailənin yaşaya biləcəyi bir evdir bu. Maşallah olsun. Eyvandır, eyvana buradan da tam dəhlizdən də çıxış var, geniş böyük bir eyvanı var. Buradakı ikinci mərtəbədə yerləşən 4-cü yataq otağı və ümumi olaraq 5-ci yataq otağıdır. Burada da qarşısında eyvanı. Eyvan var, inşallah gələndə baxacaqsınız. Bu yataq otağının da daxilində dəyərli izləyicilərimiz sanitar qovşağı var. Bununla belə çıxır ki, bir daha söyləyirəm, həyətdə məlumat vermişdim. Sizə yenə məlumat verim. Evin daxilində 4 yataq otağı, 4 sanitar qovşağı yerləşir. Qonaq otağı, mətbəx, bir dənə də çamaşırxana. Əziz izləyicilərimiz, çox sağ olun bizi izlədiyi üçün. Biz izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.